Ceyhun, deməli bu hissəni bilirsən, təkan havası olan yerə girdi, bir dənə menü aşağı sürüşdürən bu gəldi. Burada deməli OK düyməsini çoxlu basıram dayanmadan. Çoxlu bastıq, belə bir şey gəlir. İndi bura mən elə bir rəqəm yazacağam dayanmasın deyə, yoxsa menüyə atır. Deməli minus rəqəmi 1 rəqəmin yazır. Plus isə 0 yazır. Yəni minus knopkası 1 yazır, plus da 0 yazır. İndi mən bura kod yazacağam, həmin kod 101 1000'dir. Deməli, başdan başlayırıq. Girdim bu hissəyə, təkan havası gəldi, bir dənə aşağı sürüşdürdü. OK düyməsini çoxlu basıram. Dayanmadan bastıq, belə bir şey gəldi. Yazıram bura, deməli, 101 1000. Plus və bir dənə plusu basırsan. Belə bir şey gəldi, keçirsən bu knopkanı basırsan, menü knopkasını. Software versiyonu OK ilə basıram, girəm. Burada görsən elə üstündə saxlayıb 9 yazıb. Burada bir dənə plusu basıram, keçir bura. Məndə bu 4'dür, səndə də 4'dür. Bunu 9 eləmək lazımdır. Onun üçün bir dənə OK basıram. OK basandan sonra minusu basıram. Daha doğrusu sən önce plusu basarsan. Bax səndə 4'dür. Bu 4'dür. Bunu eləyirik 9. Plusla artırırsan. Bunu elədin 9. 8, 9. Bir dənə də OK bastıq. Ondan sonra düşürsən aşağı minusla. Bir dənə də düşdün. Update OCC belə bir şey yazdı. Bir dənə OK basırsan. OK basandan sonra da bir dənə menü knopkasını basırsan, çıxırsan. Ondan sonra bir dənə menüyü basırıq. Oldu İngilis dilində. Vəssalam. Burada da gördüyün kimi bütün yazılar İngiliscədir. Belə.